Bakının daha 2 rayonu üzrə istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinə başlanılır. Söküntü işləri bu dəfə Sabunçu və Suraxan rayonları üzrə həyata keçiriləcək. Məlumata görə Sabunçu rayonunda söküntü işləri Babək küçəsi ev 23, Frunze küçəsi ev 16, 6-cı Mədən küçəsi ev 38, Məmmədəliyev küçəsi ev 32, Suraxan rayonunda isə Xanlar Ələkbərov küçəsi ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb. Qeyd edək ki, daha əvvəl Binəqədi rayonunun Ağa Nemətoğlu küçəsi ev 13 ünvanında və Dəmir Yol küçəsi ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi ev 1 ünvanında və Marat Əmirxanov küçəsi ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.